Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şuşada birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. Hazırda isə D3 və D4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur. Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Rıza Abdullayev bildirib ki, D3 yaşayış massivində 17 çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur. Birinci mərhələ olaraq 10 binanın inşası başlanılıb davam edir. İkinci mərhələdə 7 bina nəzərdə tutulur. Onların da müvafiq sənədləşmə işləri tamamladıktan sonra inşasına başlanacaq. D3 yaşayış massivində 5-6 mərtəbəli yaşayış binaları nəzərdə tutulub layihədə. Mənzil sayı 381 birinci mərhələ, 127 mənzil də ikinci mərhələdə nəzərdə tutulur. Mənzillər 2, 3, 4, 5 otaqlı olaraq layihələndirilib. Hər binanın öz avtodayanacağı, yeraltı avtodayanacaq və liftlər mövcuddur. İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinç və qürur hissi keçirdiklərini bildirirlər. 1991-ci ildə Şuşa şəhərində tanınmışam. Mənim üçün böyük bir qürurdur ki, böyük bir fəxrdir ki, burada binaların tikintisində bir Şuşa sakini kimi özümdə iştirak edirəm. Şuşanın qurulmasında təbii ki, mənim də əməyim var. Hazırda həm D3, həm də D4 yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şuşa şəhərində tikinti quruculuq işləri davam etdirilir. Burada 12 çoxmənzilli yaşayış binası inşa olunur. Kadrlardan da göründüyü kimi hazırda dəmir-beton konstruksiya və hörgü işləri həyata keçirilir. D4 yaşayış massivində 12 ədəd çoxmənzilli yaşayış binası layihələndirilib. Binalar 212 mənzildən ibarətdir. Layihədə 2, 3, 4 və 5 otaqlı mənzillər layihələndirilib. Binaların layihəsində Şuşa memarlıq üslubuna görə layihələndirilib, dizayn olunub, fasad elementləri daha çox. 3-4 mərtəbəli binalardan ibarətdir layihə. Hər binada lift və avtodayanacaq mövcuddur. D4 yaşayış massivində ərazidə uşaq meydançaları, yaşıl alanlar və yağış sularının toplanması üçün süni gölməçələr layihələndirilib.